Şəhidim Rafiq Abbasquluoğlu Əliyev 25 mart 1971-ci il Biləsuvar rayonunda dünyaya göz açıb. Ailədə 5 uşaq olublar. 3 qız, 2 oğlan. Onun həyatını daha geniş yazmağı və səsləndirməyi çox istəyərdim. İllər sonra bacısının dilindən yalnız bir neçə kəlmə ala bildim. Bilirsiniz ki, illər keçsə də bu çox çətindir. Biz onu deyim ki, qardaşım çox uşaq idi. Ölüm onun üçün çox tez idi. Heç cürə barışa bilmirəm. Bugün andımdır, fəxrimdir, amma doğrudan da çətindir. Biraz keyfim olmayanda tez gəlib sarılardı mənə. Ağlayan kimi gözümün yaşını silərdi, ağlama deyərdi. Hər başım dara düşəndə, hər canım sıxılanda, hər an yanımda hiss eləyirəm onu. Rafiq əskəri xidmətini başa vurduqdan sonra səfərbərliklə Qarabağ döyüşlərinə qatıldı. Füzulinin Şükürbəyli kəndində gedən döyüşlərdə aldığı qəlpə yarasından həyatını itirdi. 23 yaşlı qardaşım şəhid adına layiq görüləndə hər bacı kimi sarsıldım. Subayı idi, geriyə heç bir nişanəsi qalmadı. Mənə də qismət olmadı ki, övladım ola onun adını yaşadam. Bugün 25 Mart Rafiq Əliyevin mövlud günüdür. Yaşasaydı 54 yaşını qeyd edəcəkdi. 31 il keçib yoxluğundan. O dəyişməyən yaşındadır, 23 yaşında. Acıdan acıdır cavan ölümü. Yox bir təsəllisi, yox bir çarəsi. Şəhadət hər kəsə nəsib olmayır. Nəsibin, fəxrimdir şəhid qardaşım. Uğruna can verdiyin Füzuli rayonu işğaldan azaddır. Ruhun şad olsun. Şəhidim Rafiq Əliyev.